gəlmişik adlı şeirlər kitabının təqdimatı keçirildi. Tədbirdə ictimai-siyasi xadimlər, qazilər, şair və yazıcılar iştirak etdilər. Kitabda toplanan şeirlər insanın mənəvi dünyası, vətən sevgisi, ailə dəyərləri və həyatın sınaqları kimi mövzuları əhatə edir. Şeirlər sadə və səmimi dillə yazılıb, oxucunu düşünməyə və hiss etməyə təşviq edir. Tədbiri giriş sözü ilə açan Yazıcılar Birliyinin katibi Elçin Hüseynbəyli şairin yaradıcılığından, kitabda diqqət çəkən vətən, ülvi məhəbbətdən bəhs edən şeirlərdən söz açdı. Doğrudan da indiki dövrdə, indiki zamanda bir şairin kitabının təqdimatına bu qədər insan yığışırsa, o deməkdir ki, şeir sevənlər var. Xüsusən də bərabər qardaşımızın şeirlərini sevən insanlar çoxdur. Yəni öz belə deyək ki, vaxtlarından qənaət edib gəliblər. Bərabər qardaşımıza da arzu edirəm ki, gələcəkdə ruhu diri olsun, diri qalsın və təsadüfi deyil ki, onun şeiriyyətini, şeirlərini iç qiymətləndirən mərhum xalq şairimiz Məmməd Araz olub. İndi təqdim olunan kitabına isə akademik Nizami Cəfərov ön söz yazıb. Kitabda demək olar ki, Qarabağ torpaqlarının işğaldan azad olduğu müddətdə daha çox şeirlər öz əksini tapdı. Ordumuz irəlilədikcə kitabda da şeirlər doğulurdu. Sanki adam vücuda gəlirdi, təbii coşurdu. Ona görə də kitabda çoxlu o timsalda şeirlər var. Məni aparın Şuşaya şeirim var orada, Kəlbəzərə adında şeirim var. Kitab insanla danışır, kitab oxucu ilə danışanda artıq oxucu ondan öz sözünü götürəcəkdir. Digər qonaqlar da yeni təqdim edilən kitabla tanış oldular, təəssüratlarını bildirdilər. Qeyd edək ki, sözü gedən kitab müəllifin sayca 5-ci kitabıdır.